Salam əziz şagirdlər, bugün mən sizinlə törəmə və tətbiqləri bölməsindən funksiyaların törəməsi mövzusundakı tapşırıqların həllinə baxıram. Birinci tapşırıqdan başlayaq. f(x) bərabərdir 6 kotangens 3x funksiyasının törəməsini tapın. Əlbəttə ki, bu tapşırıqları həll etmək üçün siz törəməyə aid olan distorları əzbər bilməlisiniz. Kotangens x-in törəməsi bilirsiniz ki, -1 bölünsün sinüs kvadrat x-a bərabərdir. Əgər mürəkkəb funksiya şəklində verilsə, yəni kotangens ux şəklində, bu zaman törəməsi -1 bölünsün sinüs kvadrat ux vurulsun 1 də ux-un törəməsi. Burada kotangens 3x'in qarşısında 6 var, yəni sabit ədəd var. Əgər qarşısında sabit ədəd olursa, onun törəməsi bərabər olur, vurulsun onun törəməsi. Yəni f(x) bərabərdir 6 vurulsun kotangens 3x'in törəməsi. Bu da bərabərdir 6 vurulsun -1 bölünsün sinüs kvadrat 3x vurulsun 1 də 3x'in törəməsi. 3x'in törəməsi karşısında sabit olduğu için 3 vurulsun x'in törəməsinə bərabərdir. X'in törəməsi də bilirik ki 1'dir. Deməli burada cevabımız 3'dür. 3 də 6'ya vurulur 18. -18 bölünsün sinüs kvadrat 3x. Bu da bize verili Y variantında. İkinci tapşırığa baxaq. f(x) bərabərdir 2 tangens 6x. Tangens x'in törəməsi 1 bölünsün kosinüs kvadrat x. Tangens ux-in törəməsi, yəni mürəkkəb funksiyaya gəl olarsa, onda 1 bölünsün kosinüs kvadrat ux vurulsun 1 də təzədən ux-in törəməsi. Yəni f(x) bərabərdir 2 vurulsun tangens 6x'in törəməsi. Bu da bərabərdir 2 vurulsun 1 bölünsün kosinüs kvadrat 6x vurulsun 6x'in törəməsi. 6x'in törəməsi də bilirik ki 6 vurulsun x'in törəməsi, yəni 6'ya bərabərdir. 6 da vurulur 2'ye 12. 12 surətdə yazılır. Məxrəc olur kosinüs kvadrat 6x. Bu da bizə verilir A variantında. Keçid alırıq 3-cü tapşırığa. Y bərabərdir 2 ln x üstəgəl x kub. Ortada toplama var. Əgər funksiyaların cəminin törəməsidirsə, f(x) üstəgəl j(x)'in törəməsi bərabərdir. Bu funksiyaların ayrı-ayrı törəmələrini tapıb toplayırıq. Yəni cəmin törəməsi törəmələrin cəmlə bərabərdir. Yəni y-in törəməsi bərabərdir 2 ln x-in törəməsi üstəgəl x kubun törəməsi. Bu da bərabərdir 2 vurulsun ln x-in törəməsi üstəgəl x kubun törəməsi. X kub qüvvət funksiyasıdır. Qüvvət funksiyasının törəməsi bərabərdir n vurulsun x üstü n çıxılsın 1 şəklində tapılır. ln x-in törəməsi də ln x-in törəməsi bərabərdir 1 bölünsün x şəklində yazılır. 2 vurulsun 1 bölünsün x üstəgəl 3 vurulsun x-in üzərində 3 çıxılsın 1. Yəni 2 bölünsün x üstəgəl 3x kvadrat. Bu da bize verilir B variantında. Keçid alırıq 4-cü tapşırığa. Y bərabərdir 5x çıxılsın 8. 5x üstəgəl 8. Bunu sadələşdirək. Kvadratlar fərqidir. 5x'in kvadratı çıxılsın 8'in kvadratı. Bu da bize verir 25x kvadrat çıxılsın 64. Y-in törəməsi bərabərdir 25 vurulsun x kvadratın törəməsi çıxılsın 64'ün törəməsi. 25 vurulsun x kvadratın da törəməsi x üstü n'in
Töremesi dedik ki n vurulsun x üstü n çıkılsın 1. Yani qüvvət üstü 1 vahid azalır. X kvadrat olduğu için 2 qüvvəti əmsal şeklinde karşıda yazılır. X'in üzerinde 2 çıkılsın 1. Yani 1'e beraber olur. 64 de sabit ədəddir. Sabitin de törəməsi 0'a bərabərdir. Deməli 25 vurulsun 2x, bu da bize verir 50x. Yani C variantı. Kesit alırıq 5. tapşırığa. Y beraberdir. X üstü 6. Üste gel 2x çıkılsın 3. Ayrı ayrı töremelerini tapılır. Y'in töremesi beraberdir. X üstü 6'nın töremesi. Üste gel 2x'in töremesi çıkılsın 3'ün töremesi. X üstü 6'nın töremesi qüvvət funksiyasıdır. 6 bölsün x üstü 5. 2x'in töremesi yani C-U'nun töremesi. C vurulsun U'nun töremesi yani 2. 3'ün de töremesi yani sabitin töremesi 0'a beraber olur. 6x üstü 5 üste gel 2. Bu da olur B variantı. 6. tapşırın f(x) beraberdir. 2'de 1 x kvadrat üste gel 2x üste gel 1 funksiyası üçün f eşittir 0'ı tamam. Deməli, f eşittir x beraberdir. Ayrı ayrılıqda törəmələrinə baxırıq. 2'de 1 vurulsun x kvadratın törəməsi. Üste gel 2x'in törəməsi. Üste gel 1'in törəməsi. 2'de 1 vurulsun x kvadratın törəməsi 2x. Üste gel 2x'in törəməsi 2. Burada da 2'ler ixtisar gedir. Qalır x üste gel 2. 1'in törəməsi de sabit olduğu için törəməsi 0'a beraberdir. Ve bize sual verirdi f eşittir 0'ı tapın. F eşittir 0'da o deməkdir ki, törəmədə x'in yerine getirip 0 yazmalıyıq. Yani x üste gel 2'de x'in yerine 0 yazırıq. Bu da beraber olur 2'ye. Cevabımız olur Y variantı. Keçid alırıq 7. tapşırığa. Y beraberdir. 2x kvadrat çıkılsın ln x. Funksiyasının törəməsini tapın. Y'in törəməsi beraberdir. 2 vurulsun x kvadratın törəməsi çıkılsın ln x'in törəməsi. Deməli 2 vurulsun x kvadratın törəməsi 2x'e beraberdir. Ln x'in törəməsi de 1 bölünsün x. Bu da bize verir 4x çıkılsın 1 bölünsün x. Bu da olur B variantı. 8'e bakırıq. Y beraberdir. Sinus x üstü gel kosinus x. Funksiyasının törəməsini tapın. Sinus x'in törəməsi kosinus x'e beraberdir. Kosinus x'in törəməsi mənfi sinus x'e beraberdir. Deməli, y'in törəməsi beraber olur. Sinus x'in törəməsi yani kosinus x, kosinus x'in törəməsi de mənfi sinus x. Deməli, cevabımız olur kosinus x çıkılsın sinus x yani Y variantı. Keçid alırıq 9. tapşırığa. Y beraberdir sinus kvadrat x çıkılsın kosinus kvadrat x. Diqqətlə fikir versək, bu bizə trigonometrik düsturun 2 qat argument düsturunu xatırladır. Mənfi mötərizənin qarşısında yazsaq, kosinus kvadrat x çıkılsın sinus kvadrat x. Bu da beraberdir. Mənfi kosinus 2x. Y'in törəməsi beraberdir. Mənfi kosinus 2x'in törəməsi. Bu da bize verir. Deməli, kosinus 2x'in özünün də törəməsi mənfiyə beraberdir. Ona göre işaremiz müsbət olur. Sinus 2x vurulsun 1'den 2x'in törəməsi. 2x'in de törəməsi 2'ye beraberdir. Ona göre de cevabımız olur 2 sinus 2x. Mürekkep fonksiyon olduğunda bu argumentin yeniden törəməsi almış. Burada biraz dikkatli olmak lazım. Keçid alırıq 10. tapşırığa.
Y beraberdir. 4. dereceden x'ın kubu. Qüvvət funksiyası şeklinde göstererek bilirik ki qüvvət üstü kökün derecesine bölünür. Yani 4 derece beraber olur. X üstü y'nin törəməsi, x üstü y'nin törəməsi, n vurulsun x'ın üzerinden, n çıxılsın 1. Yani y'nin törəməsi beraberdir. 4 de 3 vurulsun, x'ın üstünde 4 de 3 çıxılsın 1. Bu da beraberdir. 4 de 3 vurulsun. X üstü 4 de 3'ten 1 çıxanda mənfi 4 de 1. 4 de 3 vurulsun. Üstü mənfi olanda x üstü mənfi n beraberdir. 1 bölünsün x üstü n. Yani 1 bölünsün x üstü 4 de 1. Bu da beraberdir. 4 de 3 vurulsun. X üstü 4 de 1'i de x üstü 4 de 1 beraberdir. 4. dereceden kökte x şeklinde yazabiliriz. 1 bölünsün 4. dereceden kökte x. Suret olur 3, məxrəc 4. 4. dereceden kökte x. Bu da olur B variantı. Keçirik 11. tapşırığa. Oxşar tapşırıqda y beraberdir 5. dereceden kök altında x üstüdür. Bu da beraberdir x'in üstünde 5'te 4. Y'in törəməsi beraberdir 5'te 4 vurulsun. X üstü 5'te 4 çıxılsın 1. 5'te 4 vurulsun. X üstü mənfi 5'te 1. Bu da beraberdir. 5'te 4 vurulsun. 1 bölünsün. X üstü 5'te 1. Bu da beraberdir. Suret 4, məxrəc 5. 5. dereceden kökte x. Bu da bize verir Y variantı. 12. tapşırıq. Y beraberdir. Kosinüs 1 bölünsün x. Deməli, y'in törəməsi beraberdir. Kosinüs 1 bölünsün x'ın törəməsi. Kosinüs x'ın törəməsi mənfi sinüs x'tir. Mənfi sinüs 1 bölünsün x. Vurulsun 1 de 1 bölünsün x'ın törəməsi. 1 bölünsün x'ın törəməsi özü de düz durdu. Mənfi 1 bölünsün x kvadratına beraberdir. Deməli, 1 bölünsün x törəməsinin yerine mənfi 1 bölünsün x kvadrat yazılmalıdır. Karşısında bir de mənfi işarəsi var. Olur nisbət 1 bölünsün x kvadrat. Sinüs 1 bölünsün x. Bu da olur B variantı. Keçid alalım 13'e. Y beraberdir. Sinüs 1 bölünsün x. Y'in törəməsi beraberdir. Kosinüs 1 bölünsün x. Vurulsun 1 bölünsün x'ın törəməsi. Bu da beraber olur. Mənfi 1 bölünsün x kvadrat. Vurulsun kosinüs 1 bölünsün x. Bu da olur D variantında. Keçid alalım 14. tapşırığa. Y beraberdir. Eleyen 2x üste gel 1. Eleyen x'ın törəməsi dedik ki deməli 1 bölünsün x'ın törəməsi 1 bölünsün x'e beraberdir. Mürekkep olduğunda ise eleyen kx üste gel b'nin törəməsi beraber olur. 1 bölünsün kx üste gel b vurulsun 1 de kx üste gel b'nin törəməsi. Yani y'in törəməsi beraber olur. 1 bölünsün 2x üste gel 1 vurulsun 2x üste gel 1'in törəməsi. 2x üste gel 1'in törəməsi de 2'ye beraberdir. 2 yazılır surette mətricdə de 2x üste gel 1. Burada da kx üste gel 1'in törəməsi k'ya beraberdir. Suretimiz k, mətricimiz ise kx üste gel 1. Yani bu soruları siz ezber bilmezsiniz. 2 bölünsün 2x üste gel 1. Bu da bize verilir Y variantında.
15'e baxırıq. Y bərabərdir elin 2 qısılsın 1. Y-in törəməsi bərabərdir elin 2 qısılsın 1'in törəməsi. Dediğimiz gibi elin kalkıs üstəgəl y'nin törəməsi beraberdir. K bölünsün kaykıs üstəgəl y şeklindədir. Yani 2 bölünsün 2 kısılsın 1. Bu deməkdir ki 1 bölünsün 2 kısılsın 1 bölünsün 2 kısılsın 1'in törəməsi 2 kısılsın 1'in törəməsi də bizə 2 verir. 2 də gedir surətə olur 2 bölünsün 2 kısılsın 1. Bu da bize verildi B variantında. Keçid alırıq 16. suala. F kız beraberdir 3'te 1 3 kız üstəgəl 1'i kubu funksiyası üçün f' mənfi 3'ü tapın. Deməli f' kız bərabərdir 3'te 1 bölünsün qüvvət funksiyasıdır. Qüvvət funksiyasında dedik ki x üstü n'in törəməsi bərabərdir. N vurulsun x üstü n çıxılsın 1. Yəni 3 vurulsun 3 kız üstəgəl 1'in qüvvət üstü 3 çıxılsın 1 yəni 2 vurulsun 1 də 3 kız üstəgəl 1'in törəməsi çünki mürəkkəb funksiyadır. 3'lər də burada ixtisar gedir. 3x üstəgəl 1'in törəməsi ilə 3'ə bərabərdir. 3 gəlir qarşıya 3x üstəgəl 1'in kvadratı. Və bizdən f' mənfi 3'ü soruşur. Deməli f' mənfi 3 bərabərdir. Harada x varsa yerine mənfi 3 yazırıq. 3 vurulsun mənfi 3 üstəgəl 1 kvadratı. 3 vurulsun mənfi 9 üstəgəl 1 8 o da kvadrat şeklində olanda 64. Bu da bize verir 192 yani Y variantı. Keçid alırıq 17. tapşırığa. F kız beraberdir 3'te 1 x kvadrat üstəgəl 5 kız kub funksiyası üçün f' mənfi 1'i tapın. F' kız beraberdir 3'te 1 vurulsun 3 emsal kimi karşıya gelir x kvadrat üstəgəl 5 kız üstü 3 çıxılsın 1 yani 2 vurulsun 1'den nötralizənin içindeki funksiyanın törəməsi x kvadrat üstəgəl 5x'in törəməsi. 3'lər burada ixtisar gedir. X kvadrat üstəgəl 5x'in kvadratı. X kvadratın törəməsi bizə verir 2x. 5x'in da törəməsi bizə verir 5. Və nəhayət f' mənfi 1'i tapırıq. F' mənfi 1 bərabərdir. Harada x var yerine mənfi 1 yazırıq. Mənfi 1'in kvadratı üstəgəl 5x üzerinde kvadrat 2 vurulsun mənfi 1 üstəgəl 5. Mənfi 1'in kvadratı ahirde x kaldı. Deməli 5 vurulsun mənfi 1. Mənfi 1'in kvadratı 1 çıxılsın 5 üzerinde kvadrat 2 vurulsun mənfi 1 mənfi 2 üstəgəl 5 mənfi 4'ün kvadratı 16 mənfi 2 üstəgəl 5 bu da bize 3 verir. Cevabımız olur 48. Bu da olur D variantı. Keçirik 18. tapşırığa. F kız beraberdir 4 kökte x çıxılsın 3 x üstəgəl 5 funksiyası verilmiştir. F' x beraberdir 1 təlliyi həll edin. F' x beraberdir 4 vurulsun kökte x'in törəməsi demiştik ki 1 bölünsün 2 kökte x'e beraberdir. Deməli 1 bölünsün 2 kökte x 3 x'in törəməsi 3 5'in de törəməsi sabitin törəməsi 0'a beraberdir. Burada da 4 ve 2 ixtisar gedir. Kalır 2 bölünsün kökte x çıxılsın 3.
Bize deyir ki f' x bərabərdir 1 tənliyi həll edin. Yəni 2 bölünsün kökdə x çıxılsa 3 bərabərdir 1. 2 bölünsün kökdə x bərabərdir 1 üstə gəlir 4. Deməli, kökdə x bərabərdir 2'də 1. Hər tərəfi kvadrata yüksəldirik. Kökdə x'in kvadratı bərabərdir 2'də 1'in kvadratı. X bərabər olur 4'də 1'ə. Bu da bize onluk kesir şeklinde verilir. Sıfırdan %25 yani C variantı. Keçirik 19. tapşırığa. Fx beraberdir 6x çıkılsın 3 kökde x çıkılsın 8 funksiyası verilmiştir. F' x beraberdir 3 tənliyini həll edin. F' x beraberdir 6x'in bölünmesi yani 6 çıkılsın 3 vurulsun kökde x'in bölünmesi 1 bölünsün 2 kökde x 8'in bölünmesi 0. Deməli F' x'i bize 3 verip getir yerine yazılır. 6 çıkılsın 3 bölünsün 2 kökde x beraberdir 3. Buradan 3 bölünsün 2 kökde x'i tapılır. Deməli 6 çıxılsın 3 bərabərdir 3. 2 kökdə x bərabər olur 1'ə. Və kökdə x bərabər olur 2'də 1. X bərabər olur 4'də 1. Bunu da yine onluk kesilen verir. Cevabımız olur 0'dan %25 yani A variantı. 20. tapşırıq. Hansı bərabərlik doğru değil? Törəməyə aid olan düsturlardır. Elə düsturları xatırlayın. Sinus x'in törəməsi bərabərdir. Kosinus x doğru. Deməli A variantı idi. B variantı 3 üstü x'in törəməsi 3 üstü x vurulsun elin 3 doğrudur. Üstü fonksiyonun törəməsi A üstü x'in törəməsi bərabərdir. A üstü x vurulsun elin A. Bu da doğrudur. C variantı kotangens x'in törəməsi mənfi 1 bölünsün sinüs kvadrat x'e bərabərdir. Ama bize rüşvet verir. Doğru bu varyant doğru verilmemiştir bize. Bir varyantın logaritma 3 esasa göre x'in törəməsi beraber değil. 1 bölünsün x ile 3. Bu doğrudur. Logaritma A esasa göre x'in törəməsi beraber değil. 1 bölünsün x ile A. Bu bizim düsturumuz. Logaritmik fonksiyonun törəməsi. Deməli, bu da doğru verilmiş. Y variantı tangens x bölünmesi beraberdir. 1 bölünsün kosinüs kvadrat x. Bu da doğru. 21. tapşırıq. Oxşar tapşırıqdır. 21'de. Deməli, tangens x beraberdir. Mənfi 1 bölünsün kosinüs kvadrat x. Bu doğru değil. Biz burada göstermiştik. Tangens x'in törəməsi 1 bölünsün kosinüs kvadrat x. Deməli, 21'de doğru olmayan A variantıdır. Digərlərinə fikir versək, digərlərinin hamısını danışdıq. Biz 20. tapşırıqda kotangens x'in törəməsi mənfi 1 bölünsün sinüs kvadrat x verib doğrudur. 200 x'in törəməsi 200 x ilə 2 doğrudur. Kosinüs x'in törəməsi mənfi sinüs x doğrudur. Logaritma 2 esasına göre x'in törəməsi 1 bölünsün x ilə 2 doğrudur. 21'de doğru olmayan A variantıdır. İkinci de var. 22. tapşırığa. Fx beraberdir 4x'in kubu üstegen kosinüs x çıkılsın 5 fonksiyasının törəməsini tapın. F' x beraberdir 4 vurulsun x kubun törəməsi x kubun törəməsi 3x kvadrat kosinüs x'in törəməsini de dedik ki mənfi sinüs x'e beraberdir. Mənfi 5 bu da sabittir. Sabitin törəməsi 0'a beraberdir. Deməli cevabımız 12x kvadrat çıkılsın sinüs x. Deməli, bu da bize verilmişti. Y variantında. Keçirik 23. tapşırığa. Fx beraberdir 3x üstü 4 çıkılsın sinüs x üstegen
5. F' kıs beraberdir. 3x üstü 4'ün törəməsi. 3 olsun. Qüvvət funksiyasının törəməsi. Yəni x üstü n'in törəməsi. X üstü n'in törəməsi. N vurulsun. X üstü n çıxılsın 1. Yəni qüvvət üstü 1 var yazalım. Deməli 3 vurulsun. Qüvvət üstü 4 əmsal kimi gəlir qarşıya. X'in üzərində 4 çıxılsın 1 yəni 3. Sinus x'in də törəməsi kosinus x'e bərabərdir. Kosinus x. Bu da olur 12x kub çıxılsın kosinus x. Bu da bize verilir C variantında. Keçirelim 24. tapşırığa. Y beraberdir. Mənfi 7 x üstəgəl 4. Funksiyasının törəməsinin qrafiki hansı ola bilər? Y iştirik beraberdir. Mənfi 7 x'in törəməsi mənfi 7'ye beraberdir. 4'ün də törəməsi sabit olduğu 3'ün sıfırdır. Deməli biz mənfi 7 y beraberdir. Mənfi 7 funksiyasının qrafikinə baxmalıyıq. Bu da y beraberdir. Deməli kx üstəgəl v xətti funksiyasında əgər kx'la beraber olursa təkcə b qalır. Yəni y beraber olur b'ye. Buna biz demiştik sabit funksiya. Sabit funksiya. Sabit funksiyanın da qrafiki aksis oxuna paralel olan düz xəttdir. Əgər y mənfi 7'dirsə, tutaq ki mənfi 7 buradadır. Onda koordinat oxunun mənfi 7 koordinatından keçib aksis oxuna paralel olan düz xətt olur. Sabit funksiyanın qrafiki. Bu da bize verilir C variantında. Keçid alırıq 25. tapşırığa. Y beraberdir. 3x çıxılsın 7. Törəməsi y iştirik beraberdir 3'e. Bu da ordinat oxunda 3 koordinatından keçib absis oxuna paralel olan düz xətt olur. Sabit funksiyanın qrafiki absis oxuna paralel olan düz xəttdir. Bu da bize verilir D variantında. Keçid alırıq 26. tapşırığa. Deməli, f(x) beraberdir. B kökdə x çıxılsın 2'ye. Ve bizden f'(3) beraberdir. 2 təneyinin f'(3) beraberdir 2 olursa bizdə b'miz olur. Əvvəlcə f'(x'a baxaq. B burada kökün qarşısında sabit bir ədəddir. B vurulsun. Kökdə x çıxılsın 2'nin törəməsi. Elə bil ki C onun törəməsi bərabərdir. C vurulsun onun törəməsi. Yəni qarşısında hər hansı 2, 3 və s. Burada da B deməli bir ədəddir. Sabit bir ədəddir. Kökdə x'in törəməsi də demişdik ki kökdə x'in törəməsi 1 bölünsün 2 kökdə x. Kökün altında funksiya mürəkkəb funksiya olduğu üçün qarşısında biz yəni x çıxılsın 2'nin yenidən törəməsinə baxmalıyıq. 1 vurulsun 1 bölünsün 2 kökdə x çıxılsın 2 vurulsun 1 də kök altı ifadənin yenidən törəməsi. Bu da beraber olur. Deməli x'in törəməsi onsuz da 1'e beraberdir. Mənfi 2'nin də törəməsi 0'dır. Yəni də cavabımız olur B bölünsün 2 kökdə x çıxılsın 2. Ve f'(3'ü bize 2 verir. Bu ne deməkdir? Yəni biz artıq f'(3'ü tapmışıq. F'(b bölünsün 2 kökdə x çıxılsın 2'ye beraberdir. F'(3 o deməkdir ki, bax bu aldığımız cavabda, aldığımız funksiyada x'in yerinə 3'ü gətirib yazmalıyıq. Cavab bərabərdir 2 olmalıdır. Yəni B bölünsün 2 vurulsun kökün altında x'in yerinə bax bu 3'ü yazırıq. 3 çıxılsın 2 bərabərdir 2. Deməli, kökün altında 3 çıxılsın 2 1'e bərabərdir. 1'dən də kök 1 çıxır. O da vurulur 2'ye 2. Deməli, B bölünsün 2 bərabərdir. Cavabı da 2'dir. Buradan da B bərabər olur 4'e. Bu da bize verilir Y variantında.
27. tapşırığa baxırıq. F(x) bərabərdir. B vurulsun kökdə x üstəgəl 2. F' mənfi 1 bərabərdir. 1 varsa B'ni tapın. Deməli, F'(x)'ın tapılmasına baxırıq. 26. tapşırıqda izah etdik. Qarşıda B olduğu kimi saxlanılır. Bir sabit ədəddir. Kökdə x üstəgəl 2'nin törəməsi. Bu da bərabərdir. B vurulsun. 1 bölünsün 2. Kökdə x üstəgəl 2 vurulsun. X üstəgəl 2'nin törəməsi. X üstəgəl 2'nin törəməsi, x'in törəməsi 1'ə bərabərdir. X'in törəməsi 1'ə bərabərdir. 2'nin də törəməsi 0'a bərabərdir. Buna görə də cavabımız elə olur. B bölünsün 2 kökdə x üstəgəl 2. Və f' mənfi 1 1'ə bərabərdir. Deməli, f''də aldığımız cavabda x'in yerinə mənfi 1 yazırıq. Burada x'in yerinə mənfi 1 yazırıq. B bölünsün 2 bölünsün kök altında mənfi 1 üstəgəl 2 bərabərdir 1. Mənfi 1 üstəgəl 2 1'ə bərabərdir. Kökdə 1'dən də 1 çıxıb olur 2'yə. Məxrəc olur 2. Deməli, buradan da B bərabərdir 2 tapılır. Bizdən də elə B'nin qiymətini soruşurdum. Bu da olur A variantı. Keçid alırıq 28'ə. Y bərabərdir. 2 çıxılsın 6x. Kökdə 2 çıxılsın 6x funksiyasının törəməsini tapın. Y' bərabərdir. 1 bölünsün 2 kökdə 2 çıxılsın 6x. Vurulsun bir də 2 çıxılsın 6x'ın törəməsi. Yəni mürəkkəb funksiya olanda həmin funksiyanın yenidən törəməsinə baxılır. 2'nin törəməsi 0'a bərabərdir. Mənfi 6x'in törəməsi mənfi 6'ya bərabər olacaq. Mənfi 6 sürətə vurulacaq. Yəni belə yazaq da 1 bölünsün 2 çıxılsın 6x vurulsun. Bak buradaki mənfini qoydum qarşıya. 6x'in törəməsi də 6'ya bərabər oldu. Buradan da elə sərədə sürətimiz olur 3. Məxrəcimiz də olur 2 çıxılsın 6x. Deməli, bu da bizə verilir Y variantında. Keçid alırıq 29. tapşırığa. Oxşar sualdır. Y bərabərdir. 1 çıxılsın 4x. Y' bərabərdir. 1 bölünsün 2 kökdə 1 çıxılsın 4x. Vurulsun 1 çıxılsın 4x'in törəməsi. 1'in törəməsi 0. Mənfi 4x'in törəməsi mənfi 4. O da surətə gedir. 1 çıxılsın 4x. Önündən də 2'ni burada ixtisar etsək surət olur. 2 məxrəc olur. 1 çıxılsın 4x. Deməli 29'da cavab aldım. Mənfi 2 bölünsün 1 çıxılsın 4x. Bu da olur Y variantı. Keçid alırıq 30. tapşırığa. F(x) bərabərdir. X kvadrat üstəgəl 3'ün kvadratı. Bu funksiyanın törəməsini almaq lazımdır. F'(x) bərabərdir. Qüvvətdir. Mötərizənin üstündə kvadrat var. Qüvvət funksiyası deməli x üstü n'in törəməsi bərabərdir. N vurulsun x üstü n çıxılsın 1. Yəni bu şəkildə baxmalıyıq. Mürəkkəb funksiya olduğu üçün yenidən funksiyanın törəməsinə baxırıq. 2 qarşıya gəlir əmsal kimi. X kvadrat üstəgəl 3 hələ ki yerində qalır. Qüvvət üstü 1 vahid azalır. Yəni 2 çıxılsın 1. O da 1 olur. Vurulsun mürəkkəb funksiya olduğu üçün yenidən x kvadrat üstəgəl 3'ün törəməsi. Deməli 2 vurulsun x kvadrat üstəgəl 3. X kvadrat üstəgəl 3'ün törəməsini aldı. X kvadratın ayrıca baxılır törəməsinə. 3'ün də törəməsinə ayrı baxılır. X kvadratın törəməsi ilə 2x'e bərabərdir. 3'ün də törəməsi 0'dır. 2 də qarşıdakı 2'yə vurulur. Olur 4x. 4x mötərizədə x kvadrat üstəgəl 3. Bu da bize verilir C variantında. Keçid alırıq 31. tapşırığa. F(x) bərabərdir. X kub üstəgəl 5'in kvadratı. Oxşar qayda ilə həll edirik. F'(x) bərabərdir. Qüvvət qarşıya gəlir. Bak burada necə ki n. Görürsünüz əmsal kimi gəldi qarşıya. 2 vurulsun. X bizdə mürəkkəb funksiyadır. X kub üstəgəl 5.
Qüvvət üstü bir vahid azalır, yəni 2 çıxılsın bir olsun. Bu da sadeydi, x idi, bizdə mürəkkəb funksiyadır. Yəni yenidən törəməsinə baxılır. X kub üstəgəl 5'in törəməsi 2 olsun. X kub üstəgəl 5. X kubun törəməsi olur 3x kvadrat. 5'in törəməsi 0'a bərabərdir. 3 də 2'ye vurulur. Olur 6x kvadrat. Olsun x kub üstəgəl 5. Hemen 31'de baxaq bu cavab. Bize verilir B variantında. Keçin alırıq 32. suala. Deməli, f(x) bərabərdir. Sinus 2x çıxılsın 5 kosinus 3x çıxılsın 2x. Funksiyasının törəməsini tapın. Hər birinin törəməsinə ayrı-ayrı baxırıq. Deməli, f(x) bərabərdir. Sinus 2x'in törəməsi. Deməli, 2 kosinus 2x. Kosinus 3x'in törəməsi bilirik ki, -3 sinus 3x'e bərabərdir. Qarşısında da bir -5 var. Bu da bizə verir, birbaşa yazmayaq. -5 olsun, -3 sinus 3x. Çıxılsın 2x'in törəməsi, bu da bizə 2 verir. Deməli, 2 kosinus 2x. -5 -3'e vurulur. Üstəgəl 15 sinus 3x. Çıxılsın 2. Deməli, baxaq cavablara. 32'də bu cavab bizə verilir. Y variantında. Keçid alırıq 33. suala. Oxşar sualdır. f(x) bərabərdir. Deməli, 2x üstəgəl kosinus 2x üstəgəl sinus 4x. f(x) bərabərdir. 2x'in törəməsi 2. Kosinus 2x'in törəməsi -2 sinus 2x. Sinus 4x'in törəməsi 4 kosinus 4x. Baxaq cavablara 33'də. Bu da bizə verilir. A variantında. 34'e baxaq. Deməli, y bərabərdir. X kvadrat sinus x. Funksiyasının törəməsini tapın. Bu da hasil şeklindədir. X kvadrat vurulsun sinus x. Hərəsi ayrı-ayrı funksiyadır. Elədir ki, f(x) vurulsun j(x)'ın törəməsi. Deməli, burada f(x)'ın törəməsi vurulsun j(x). Üstəgəl f(x) vurulsun j(x)'ın törəməsi. Yəni bu şəkildə baxırıq. Y''in törəməsi bərabərdir. X kvadratın törəməsi vurulsun sinus x. Üstəgəl x kvadrat vurulsun sinus x'in törəməsi. X kvadratın törəməsi 2x vurulsun sinus x. Üstəgəl x kvadrat vurulsun sinus x'in törəməsi isə kosinus x. Dikkat edək deməli cavablara. Mötərizə xaricinə çıxarılıb. X-i çıxaran mötərizə xaricinə 2 sinus x üstəgəl x kosinus x. Bu da bizə verilir C variantında. Keçid alırıq 35. suala. Oxşar sualdır. Y bərabərdir x kub kosinus x. Funksiyasının törəməsini tapın. Y eşittir bərabərdir. Bir dəfə eşittir qısır olsun. J(x) üstəgəl f(x) olsun. J eşittir f(x). Yəni x kubun törəməsi vurulsun kosinus x. Üstəgəl x kub vurulsun kosinus x-in törəməsi. X kubun törəməsi 3x kvadrat vurulsun kosinus x. Üstəgəl
X kub vurulsun. Kosinus x'in törəməsi mənfi sinus x. Deməli, bu da 3x kvadrat kosinus x çıxılsın. X kub sinus x verir. Mötərizə xaricinə x kvadratı çıxarırıq. Qalır 3 kosinus x çıxılsın. X sinus x. Fikir verək 35'te cevaplara. Bu da bize verilir. C varyantında. 36. tapşırığa bakırıq. Deməli, f(x) bərabərdir. 4 üstü x vurulsun. 5 bölünsün. Eleyen 4. Çıxılsın. 2x'in kubu çıxılsın 5. F' 1'i tap. F' 1'i. Deməli, diqqətlə nəyə fikir veririk burada? 5 bölünsün elin 4'ə gələn baxaq. Bu hər hansı bir ədəddir, yəni sabit bir ədədə bərabərdir. Necə ki biz deyirik C onun törəməsi bərabərdir. C vurulsun onun törəməsi. Yəni bu qarşıda bir sabit ədəd kimi saxlanılır. Yəni 5 bölünsün elin 4 olduğu kimi qalır. Vurulsun 4 üstü x'in törəməsi. Çıxılsın 2 vurulsun x kubun törəməsi. Çıxılsın 5'in törəməsi. Diqqətlə fikir verin 4 üstü x'in törəməsi. Üstü funksiyanın törəməsi a üstü x bərabərdir. A üstü x vurulsun elin a. Yəni 5 bölünsün elin 4 bu qarşıda qaldı sabit bir ədəd kimi. 4 üstü x'in törəməsi 4 üstü x vurulsun elin 4. Çıxılsın x kubun törəməsi 3x kvadrat o da 2'ye vurulur olur. 6x kvadrat 5'in törəməsi 0. Ve burada elin 4'lər ixtisaridir. Qalır. Deməli 5 vurulsun 4 üstü x çıxılsın 6x kvadrat. Bizdən nə soruşuldu? F'1'i tapın. Deməli F'1 bərabər olur. Harda x varsa yerine 1 yazılır. Yəni 5 vurulsun 4 üstü 1 çıxılsın 6 vurulsun 1'in kvadrat. Bu da bize verir 20 çıxılsın 6 yani 14. 36'da 14 olur B variantı. Geçirik 37. suala. Deməli, f(x) beraberdir. 3 üstü x vurulsun. 2 bölünsün elin 3. Çıxılsın 2x'in kubu. Çıxılsın 3 funksiyası 3'ü. F' 2'ni tapın. Oxşar sualdır. F'(x) beraberdir. 2 bölünsün elin 3. Sabitdir. Karşıda kalır. Vurulsun. 3 üstü x'in törəməsi. Çıxılsın 2 vurulsun. X kubun törəməsi. Çıxılsın 3'ün törəməsi. 2 bölünsün elin 3. Vurulsun. 3 üstü x'in törəməsi. 3 üstü x vurulsun elin 3. Çıxılsın. 2 vurulsun 3x kvadrat. 3'ün de törəməsi 0'a bərabərdir. Burada da elin 3'lər ixtisar gelir. Qalır 2 vurulsun 3 üstü x. Çıxılsın 6x kvadrat. Və f'2'ni soruşur bizdən. F'2 bərabərdir. Harda x varsa yerine 2 yazırıq. 2 vurulsun 3 üstü 2. Çıxılsın 6 vurulsun 2'nin kvadratı. 3'ün kvadratı 9. 2'ye vurulur 18. 2 kvadrat 4 vurulur 6'ya 24. Bu da bize verir. Mənfi 6. Yəni C variantı. Keçid alırıq. 38. tapşırığa. f(x) bərabərdir. x sinus x. Deməli funksiyasının x bərabərdir. Pi bölünsün 2 nöqtəsində törəməsinin qiymətini tapın. F'(x) bərabərdir. Hasilin törəməsidir. X'in törəməsi vurulsun sinus x. Üstə gəl. X vurulsun sinus x'in törəməsi. X'in törəməsi 1'e bərabərdir. Sinus x üstə gəl. X vurulsun sinus x'in törəməsi də kosinus x'e bərabərdir. Və x bərabərdir pi bölünsün 2. Deməli nöqtəsində törəmənin qiymətini soruşur.
Harda eksi varsa yerine pi bölü 2 yazırıq. Sinüs pi bölü 2. Üste gel. Pi bölü 2 vurulsun. Kosinüs pi bölü 2. Pi bölü 2 90 derecedir. Sinüs 90 derecede 1 alır. Üste gel. Pi bölü 2 vurulsun. Kosinüs pi bölü 2. Kosinüs 90 derecede 0 alır. Cevabımız olur 1. 38'de cevap olur. A variantı. Keçirik 39. suala. Deməli, f(x) bərabərdir. x kosinüs x və x bərabərdir. Pi bölünsün 2 nöqtəsində törəməsinin qiymətini hesablayın. f(x) bərabərdir. X-in törəməsi vurulsun. Kosinüs x üstə gəl. X vurulsun. Kosinüs x-in törəməsi. X-in törəməsi 1'e bərabərdir. Kosinüs x. Deməli, kosinüs x-in törəməsi mənfi sinüs x-dir. Mənfi x vurulsun. Sinüs x. Və x-ları yerine pi bölü 2 yazırıq. Kosinüs pi bölü 2 çıxılsın. Pi bölünsün 2 vurulsun. Sinüs pi bölü 2. Kosinüs pi bölü 2 de 0 alır. Çıxılsın. Pi bölünsün 2 vurulsun. Sinüs pi bölü 2 de 1 alır. Cevabımız olur. Mənfi pi bölünsün 2. Deməli, bu da bizə verilir C variantında. 40'a baxırıq. 1x bərabərdir sinüs x kvadrat funksiyasının törəməsini tapın. 1x bərabərdir sinüs x kvadratın törəməsi. Deməli, sinüs x kvadratın törəməsi kosinüs x kvadrat vurulsun 1'də x kvadratın törəməsi. Bu da bize verir 2x sinüs x kvadrat. Bu da 40'da verilir D variantında. Keçirik 41. tapşırığa. Y bərabərdir kosinüs x kvadratın törəməsini tapın. Y törəməsi bərabərdir kosinüs x kvadratın törəməsi. Bilirik ki, kosinüs x'in törəməsi mənfi sinüs x'dir. Ona görə yazırıq mənfi sinüs x kvadrat vurulsun 1'də x kvadratın törəməsi. Bu da bize verir mənfi 2x sinüs x kvadrat. Deməli, bu da bize verilir D variantında. Keçirik 42. tapşırığa. f(x) bərabərdir. X bu. Üstə gəl 6x kvadrat. Üstə gəl 3 vurulsun. X üstə gəl 1'in kvadratı. Üstə gəl 110 funksiyası verilmiştir. Və bizdən f' mənfi 1'i soruşur. Deməli, biz birinci törəməni tapmalıyıq. f(x) bərabərdir. X kubun törəməsi 3x kvadrat. 6x kvadratın törəməsi 6 vurulsun x kvadrat törəməsi. Yəni 2 gələcək qarşıya. Birbaşa yazmıram. 6 vurulsun 2x. Üstə gəl 3 vurulsun. Deməli, buna da qüvvət funksiyası kimi baxırıq. 2 gəlir əmsal kimi qarşıya. X üstə gəl 1. Qüvvət üstündə, bakın 2 çıxılsın 1. 1'e bərabər olur yazmıram. Üstə gəl 110'un törəməsi. Bu da bərabərdir. Deməli, 3x kvadrat. 6 vurulsun 2x. 12x. 3 2'ye vurulur 6. Deməli, x üstə gəl 1. 110'un törəməsi də 0. f' mənfi 1'i soruşur. Harda x varsa yerine mənfi 1 yazılır. 3 vurulsun mənfi 1'in kvadratı. Üstə gəl 12 vurulsun mənfi 1. Üstə gəl 6 vurulsun mənfi 1 üstə gəl 1. Bu da bize verir 3 çıxılsın 12. Mənfi 1 üstə gəl 1 0. 6 vurulsun 0 da 0 olur. Cevap olur mənfi 9. 42'den mənfi 9 yani Y variantı. Keçirik 43. tapşırığa. f(x) bərabərdir. 4'də 1. x kub. Üstə gəl. X kvadrat. Üstə gəl 8 vurulsun. X üstə gəl 2'nin qüvvət üstü 2. Üstə gəl 28. Deməli, bizdən soruşur f' mənfi 2'ni tapın. f' x bərabərdir. 4'də 1 vurulsun.
x kubun törəməsi üstəgəl x kvadratın törəməsi üstəgəl deməli 8 vurulsun 2 qüvvət funksiyası kimi deməli əmsal kimi keçdi qarşıya. X üstəgəl 2'nin üzərində yəni mötərizədən kənar 2 çıxılsın bir qüvvət üstə bir vahid azalır. Elə bir qüvvət üstündə 1 qalır. Üstəgəl 28'in törəməsi. Bu da bize verir. X kubun törəməsi 3x kvadrat. Yani 4'te 1 vurulsun 3x kvadrat. X kvadratın törəməsi 2x. 8 2'ye vurulur 16. X üstəgəl 2'nin üstündə 1'dir bu. Çünkü 2'ni bir vahid azaltmışlar. Dolayısıyla 1 yazılmamalıdır. Sadece başa salmak için yazdım. Deməli x üstəgəl 2. 28'in de törəməsi 0'a bərabərdir. Bizden ne soruşurdu? F' mənfi 2'ni tapın. Deməli f' mənfi 2 bərabərdir. Harada x varsa yine mənfi 2 yazılır. Deməli 3 burada surətə gedir. 4'ten 3 vurulsun. X'in yerine mənfi 2 yazılır. Mənfi 2'nin kvadratı 4. Deməli burada 2'yi qısdı. Yani 2'ni mənfi 2'ye vururuq. Mənfi 4 olur. Mənfi 2'ni getirip bak burada x'in yerine yazanda mənfi 2 üstəgəl 2 bize 0 verir. Koy yazın da isterim. Mənfi 2 üstəgəl 2. Deməli 4'te burada ixtisar gedir 3 kalır. Bu da bize 0 verir. 0 da 16'ya vurulur 0 olur. Bir de burada çıxılsın 4 var. Deməli üstəgəl 0. Bu da bize verir. Mənfi 1. 43'te mənfi 1 olur. A variantı. Geçin 44. suala. Deməli f(x) beraberdir mənfi x kuba. f'(x) çıxılsın f(x) beraberdir 0. Təhlilin köklərinin cəmini tapın. Deməli bizdən f'(x) lazım olacaq. f'(x)'i tapan birinci. Deməli törəməsini tapırıq mənfi. X kubun törəməsi olur 3 vurulsun x kvadrat. Getirip bak bu təhlili yerine yazılır. f'(x) yani bizim aldığımız cevap mənfi 3x kvadrat. F(x) yani verilen fonksiyonun özü. Mənfi x kub. Bir de burada çıxma var. Olur toplama. X kub beraberdir 0. Burada işarəni dəyişək. 3x kvadrat çıxılsın x kub beraberdir 0. X kvadratı çıxaraq mötərizənin xaricinə çıxılsın x beraberdir 0. Deməli hasilin 0'a beraber olan halıdır. X kvadrat beraberdir 0. Buradan x 0'a beraber olur. 3 çıxılsın x beraberdir 0. X beraber olur 3'e. Ve bizden köşələrinin cəmini soruşulur. 0 üstəgəl 3. Bu da beraber olur 3'e. Deməli 44'te 3 aldıq. Cevabımız olur B variantı. Keçid alırıq 45. suala. Oxşar sualdır. X beraberdir. Mənfi x kub. Bizden ne soruşur? X üstəgəl x beraber 0 tənliyinin köklərinin cəmini tapın. Deməli x var tənliyimizdə. Birinci x'i tapaq. Mənfi x'in törəməsi, daha doğrusu mənfi x kubun törəməsi olur mənfi 3x kvadrat. Getirip tənliyi yerine yazırıq. X yani verilmiş fonksiyonun özü. Mənfi x kub. Üstəgəl x'i də tapdıq. Mənfi 3x kvadrat. Beraberdir 0. Her tarafı mənfiyə bırak. X kub üstəgəl 3x kvadrat. Beraberdir 0. X kvadrat çıxsın mötərizənin xaricinə. Qalır x üstəgəl 3. Və hasilin 0'a beraber olan halıdır. Vurgulardan her biri 0'a beraber edilir. X üstəgəl 3 de 0'a beraber olmalıdır. Buradan da x beraber olur. Mənfi 3'e. Köklərinin cəmini soruşurdu bizden. Mənfi 3 üstəgəl 0 beraberdir. Mənfi 3. Bu da bize verilir. Hemen geçireyim. 46. suala. Y beraberdir. X kvadrat y üstü x. Fonksiyasının törəməsini tapın. Hasildir ayrı-ayrı fonksiyaların hasilidir. Hasilin törəməsini tapdıqda
Y-in törəməsi bərabərdir. Bir dəfə birinci funksiyanın törəməsi, yəni x kvadratın törəməsi vurulsun ikinci funksiya, yəni y üstü x üstəgəl. Deməli, birinci funksiya bu dəfə olduğu kimi qalır, vurulsun ikinci funksiyanın törəməsi, yəni y üstü x-in törəməsi. X kvadratın törəməsi 2x-ə bərabərdir. Y üstü x olduğu kimi qalır. Üstəgəl x kvadrat. Y üstü x-in törəməsi də elə y üstü x-ə bərabərdir. Buradan da y üstü x çıxır mütərizə xaricinə. Qalır 2x üstəgəl x kvadrat. Baxaq cavablara. Deməli, y üstü x olsun 2x üstəgəl x kvadrat. Bu da bizə verilib y variantında. 47'ye baxaq. Y bərabərdir x olsun y üstü x. Yəni bu da funksiyaların hasilinin törəməsidir. Birinci funksiyanın törəməsi vurulsun ikinci funksiya üstəgəl birinci funksiya vurulsun ikinci funksiyanın törəməsi. X-in törəməsi 1'ə bərabərdir. Y üstü x üstəgəl x olsun. Y üstü x-in törəməsi ilə y üstü x-a bərabərdir. Buradan da y üstü x çıxır mütərizə xaricinə qalır 1 üstəgəl x. Bu da bizə verilir B variantında. Keçirik 48-ci suala. Deməli, f(x) bərabərdir. Y üstü x kub çıxılsın 1 olarsa f'(1'i tapın. f'(x) bərabərdir. Y üstü x kub çıxılsın 1'in törəməsi bərabərdir. Y üstü x kub çıxılsın 1 vurulsun x kub çıxılsın 1'in törəməsi. Deməli, y üstü x kub çıxılsın 1 vurulsun x kubun törəməsi 3x kvadrat. Birin də törəməsi 0 yazılmır. F'1'i soruşur bizdən. F'1 bərabərdir. Harda x var yerine 1 yazırıq. Y'nin üstündə 1'in kubu 1. 1 çıxılsın 1 bizə verir 0. Ve vurulsun x kvadrat yani 1'in kvadratı 3. Y üstü 0 ile 1'e bərabərdir. Cevabımız olur 3. 48'de cevabımız olur A variantı. Keçirik 49-cu suala. f(x) bərabərdir. Y'nin üstündə x kvadrat çıxılsın 1. f'1'i tapın. f'(x) bərabərdir. Y üstü x kvadrat çıxılsın 1 vurulsun x kvadrat çıxılsın 1'in törəməsi. Y üstü x kvadrat çıxılsın 1. X kvadratın da törəməsi olur 2x. 1'in törəməsi 0 yazılır. Bizdən f'1'i soruşur. Harda x varsa yerine 1 yazırıq. 1 çıxılsın 1 0. Olur y üstü 0. 2 olsun 1 o da 2. Y üstü 0 1'e bərabərdir. Cevabımız olur 2. 49'da olur B variantı. Keçirik 50-ci suala. f(x) bərabərdir. 5x üstəgəl 3. j(x) bərabərdir. 2x vurulsun mütərizə x üstəgəl 2'də 1 olduğunda f'(x) çikdir. j(x) bərabərsizliyini əldə edin. Deməli, ayrı-ayrı törəmələrini alırıq. f'(x) bərabərdir. 5x üstəgəl 3'ün törəməsi. 5x'in törəməsi bizə 5 verir. 3'ün törəməsi də 0. İndi jx'in törəməsinə baxırıq. j(x) bərabərdir. Deməli, burada 2x vuran mütərizəyə açıq, ondan sonra törəmə alırıq. Deməli, 2x vurub x-a olur 2x kvadrat. 2x vuran 2'də 1'er. 2'lər burada x-lər gedəcək. Qalacaq x törəməsi. 2x kvadratın törəməsi 2 vurulsun. X kvadratın törəməsi 2x. Üstəgəl x'in törəməsi 1. Bu da bizə verir. Deməli, 4x üstəgəl 1. Və bərabərsizliyi f'(x) kiçikdir. j(x). Bu bərabərsizliyi həll etmək lazımdır. Deməli, f'(x) 5 idi. 5 kiçikdir. j(x) yəni 4x üstəgəl 1. Deməli, 4x üstəgəl 1 böyükdür 5. 4x
büyüktür 5 çıxılsın 1. Yani 4x büyüktür 4. 4'ü de 4'e bölürük. X büyüktür 1. İntegral şeklinde olur. 1'den müsbət son çeşidi. Bu da bize verdiği bir variantında. Keçid alırıq 51. suala. Deməli, f(x) bərabərdir. X bölünsün 2. Ötərizədə 2 çıxılsın 6x. J(x) bərabərdir. 4x çıxılsın 5 olarsa, deməli, f(x) büyüktür j(x)'ı əldə edelim. Deməli, burada f(x)'ın törəməsində x bölü 2'ni vuran ötəriziyə. X bölü 2'ni 2'ye vura, 2'ler burada x'ler geçsin. Kalsın x. X bölü 2'ni 6x'e vura. 6 ile 2 x'ler geçse 3. 3x'e vurulur. X'e olur 3x kvadrat. Törəməsinin alanda x'in törəməsi 1. 3x kvadratın törəməsi olur 3 vurulsun 2x. Yani 6x. Ve jx'in törəməsi j eşittir x beraberdir. 4x çıxılsın 5'in törəməsi. 4x'in törəməsi 4. 5'in de törəməsi 0. F eşittir x büyüktür j eşittir x. Yani 1 çıxılsın 6x büyüktür 4. Mənfi 6x büyüktür. 1 keçir sağa 4 çıxılsın 1. Mənfi 6x büyüktür 4 çıxılsın 1 yani 3. Her taraf mənfi 6'ya bölürük. O zaman bərabərlik işarəsi eksini dəyişir. 3 bölünsün mənfi 6. Bu da 2'de 1 olur. X kiçikdir. Mənfi 2'de 1. Deməli, integral şeklinde yazsaq, mənfi sonsuzluqdan mənfi 2'de 1'e. Bu da bize verilib C variantında. Keçid alırıq 52. tapşırığa. Deməli, f(x) beraberdir eleyen kosinüs 3x. Bizden ne soruşur? F eşittir pi bölünsün 9'u tapın. Deməli, biz f eşittir x'in tapılmasına baxırıq. Elin x'in törəməsi, elin x'in törəməsi bilirik ki 1 bölünsün x şeklindədir. Mürəkkəb funksiya olduqda isə deməli yazırıq ki 1 bölünsün. Bakın argument hissəsi elinin yanında, bak burada kosinüs 3x'dır. 1 bölünsün kosinüs 3x vurulsun. Mürəkkəb funksiya olduğu için bir de kosinüs 3x'in törəməsinə baxırıq. Deməli, kosinüs 3x'in törəməsi mənfi 3 sinüs 3x'e beraberdir. Mənfisini qarşıya yazaq. Mənfi 3 sinüs 3x. Məxrəcimiz də kosinüs 3x. Bu da bize tangens x verir. Sinüs 3x bölünsün kosinüs 3x. Mənfi 3 tangens 3x'e beraberdir. Ve f eşittir pi bölü 9'u soruşur bizden. F eşittir pi bölü 9 beraberdir. Deməli, x'ların yerine pi bölü 9 yazmalıyıq. Mənfi 3 vurulsun tangens. Deməli, 3 x'in yerine yazırıq pi bölü 9. Bu da bize verir mənfi 3 tangens pi bölü 3. Pi bölü 3 de 60 derecedir. Tangens de 60 derecede kökte 3 alır. Deməli, cevabımız olur mənfi 3 kökte 3. Bu da bize verilir D variantında. Keçid alırıq 53. tapşırığa. f(x) beraberdir eleyen sinüs 2x. F eşittir pi bölü 12'ni tapalım.
Əvvəlcə f'(x)'in tapılmasına baxırıq. Mürəkkəb funksiya şəklindədir. Bir bölünsün sinus 2x vurulsun sinus 2x'in tərəməsi. Sinus 2x'in tərəməsi 2 kosinus 2x'e bərabərdir. 2 kosinus 2x bölünsün sinus 2x. Bu da bize verir 2 kotangens x. Daha doğrusu kotangens 2x. Ve x'i de pi bölü 12 verip getirip yerine yazırıq. 2 vurulsun. Deməli, kotangens 2 vurulsun. Pi bölü 12. Burada da x'ler gitse olacaq 2 kotangens pi bölü 6. Pi bölü 6 da 30 dərəcədir. Kotangens de 30 dərəcədə kökdən çalır. Cevabımız olur 2 kökdə 3. Bu da bize verilir B variantında. Keçək 54'e. f(x) beraberdir. x kub üste gel 4x kvadrat çıxılsın 11x üste gel 4. Deməli funksiyası üçün f'(x) kiçikdir 0. Bərabərsizliyini ödəyən tam ədədlərin cəmini tapın. Əvvəlcə törəmənin tapılmasına baxırıq. X kubun törəməsi 3x kvadrat, 4x kvadratın törəməsi, x kvadratın törəməsi 2x vurulur 4'e 8x çıxılsın 11x'in törəməsi 11. Və f'(x) kiçikdir 0. Bərabərsizliyini həll etməliyik. 3x kvadrat üstə gəl 8x çıxılsın 11 kiçikdir 0. Diskriminant bərabərdir. 64 üstə gəl 4 vurulsun 3 12. 12'ni də 11'e vururuq. Deməli 132. Bu da bize 196 verir. Köklerine baxırıq. X1 bərabərdir. Nəfi 8 çıxılsın. Kökdə 196 14. Bölünsün 2 vurulsun 3 6. Bu da bize verir. Nəfi 22 bölünsün 6. Yani nəfi 3 tam 6'da 4. Yani 3 tam 3'te 2. X'in ikinci qiyməti nəfi 8. Üstə gəl 14. Bölünsün 6. Bu da bize verir 6 bölünsün 6 yani 1. Kiçiktir 0 olduğu için birbaşa da yazabiliriz ama intervallardan da göstereyim. Nəfi 3. Tamam 3'te 2 1. Deməli sağdan müsbət mənfi müsbət yazırıq. Kiçikdir 0 soruşduğu için biz burada mənfi yazdığımız aralığı götürürük. Yani mənfi 3 tam 3'te 2'den 1'e. Deməli bu aralıqda yerləşən tam ədədlərin cəmini tapın. Yəni bu aralıqda yerləşən tam ədədlərin cəmi. Hansı tam ədədlər yerləşir burada? Mənfi 3, mənfi 2, mənfi 1 və 0. Cevabımız olur mənfi 6. Yəni B variantı. 55'e baxırıq. f(x) bərabərdir. Mənfi 2x'in kubu çıxılsın 6x kvadrat üstə gəl 18x üstə gəl 2 funksiyası üçün deməli f'(x) böyük bərabərdir 0. Bərabərsizliyini ödəyən tam ədədlərin cəmini tapın. Əvvəlcə biz f'(x)'in tapılmasına baxırıq. Yəni verilmiş funksiyanın törəməsini alırıq. Mənfi 2 olsun. X kubun törəməsi 3x kvadrat çıxılsın 6 olsun x kvadratın törəməsi 2x 18x'in da törəməsi 18. Deməli f'(x) bərabərdir mənfi 6x kvadrat çıxılsın 12x üstə gəl 18. Aldığımız funksiyanı böyük bərabərdir 0 yazıb bərabərsizliyi həll etməliyik. Mənfi 6x kvadrat çıxılsın 12x üstə gəl 18 böyük bərabər 0. Hər tərəfi mənfi 6'ya bölə bilərik. X kvadrat üstə gəl 2x çıxılsın 3. Bərabərsizliyin də işarəsi əksinə dəyişir. Kökləri vuranda mənfi 3, toplayanda mənfi 2. X1 bərabərdir mənfi 3, X2 bərabərdir 1.
Kiçik bərabər sıfır olduğu üçün birbaşa da biz cevap yazabiliriz. Mənfi 3, 1 parçası. Və sualımız nə idi? Diqqətlə suala fikir verək. Bu bərabərsizliyi ödəyən tam ədədlərin cəmini tapın. Bu bərabərsizlikdəki tam ədədlərin cəmi mənfi 3, mənfi 2, mənfi 1, 0 və 1. Bu ədədlərin cəmi mənfi 1 və 1 əksdir. Toplayanda mənfi 3 və mənfi 2'nin cavabımız olur mənfi 5, yəni A variantı. 56'ya baxırıq. F(x) bərabərdir. X kvadrat çıxılsın x bölünsün x'in kubu. X'i çıxaraq metrizənin xaricinə. Biraz sadələşsin. X çıxılsın 1 bölünsün x kvadrat. Deməli, nisbətdir. Nisbətin törəməsi qaydası ilə baxırıq. F(x) bölünsün J(x)'in törəməsi. Surətin törəməsi vurulsun məxrəc. Çıxılsın surət vurulsun məxrəcin törəməsi. Bölünsün məxrəcin kvadratı. Yəni f'(x) bərabərdir. Surətin törəməsi x çıxılsın 1'in törəməsi vurulsun məxrəc x kvadrat. Çıxılsın surət vurulsun məxrəcin, yəni x kvadratın törəməsi. Bölünsün məxrəcin kvadratı. Məxrəc oldu x üstü 4. X'in törəməsi 1. 1'in törəməsi 0. Vurulsun x kvadrat. Çıxılsın. X çıxılsın 1 olduğu kimi qalır. X kvadratın törəməsi 2x. 1 çıxılsın 0. 1 vurulur x kvadrata. Olur x kvadrat. X vururuq 2x'e. Karşısında da çıxma var. Mənfi 2x kvadrat. Üstə gəl. 2x'i də 1'e vururuq 2x. Məxrəc də x üstü 4. Deməli. 2x çıxılsın x kvadrat. Məxrəc x üstü 4. Yenə x çıxaraq metrizə xaricinə 2 çıxılsın x bölünsün x üstü 4. Burada da x'ları aparaq məxrəc olsun x kub, surət olsun 2 çıxılsın x. Bizdən nə soruşur? F' mənfi 1'i tapın. Gətirib mənfi 1 yazırıq yerinə. Yəni x'in yerinə mənfi 1 yazırıq. Surət olur 2 üstə gəl 1. Məxrəc olur mənfi 1. Bu da bizə 3 bölünsün mənfi 1, yəni mənfi 3'ü verir. Doğru cevabımız olur B variantı. Keçirik 57. suala. Oxşar sualdır. F(x) bərabərdir. X üstə gəl x kvadrat bölünsün x'in kubu. Yenə də x'i çıxaraq metrizə xaricinə. X ile x kubu ixtisari edək. Məxrəc qalsın x kvadrat, surət qalsın 1 üstə gəl x. Və f'(x)'a baxırıq, törəmə alırıq. Nisbətin törəməsi ilə surətin törəməsi vurulsun məxrəc, çıxılsın surət vurulsun məxrəcin törəməsi. Bölünsün məxrəcin kvadratı. 1 üstə gəl x'in törəməsi, 1'in törəməsi 0, x'in törəməsi 1. Vurulsun x kvadrat, çıxılsın 1 üstə gəl x vurulsun x kvadratın törəməsi 2x. Məxrəc x üstü 4. Bu da bize ne verir? 1 vurulsun x kvadrat ile x kvadrat. Çıxılsın 2x. Çıxılsın 2x kvadrat. Məxrəcdə x üstü 4. Və x kvadrat çıxılsın 2x kvadrat. Mənfi x kvadrat çıxılsın 2x. Məxrəcdə x üstü 4. Surətdə mənfi x'i çıxaraq metrizə xaricinə qalsın x üstə gəl 2. Məxrəcdə x üstü 4. Buradan da x'ləri aparaq. Surət olsun mənfi x üstə gəl 2. Məxrəc x'in kubu. Və bizdən nə soruşurdu? F' 1'i tapın. Harada x varsa yerine 1 yazılır. Mənfi 1 üstə gəl 2 və 1'in kubu. Bu da bizə verir. Mənfi 3 bölünsün 1 cevabımız olur. Mənfi 3 C variantı. 58'e baxırıq. Y bərabərdir 3x. Kökdə 1 çıxılsın x kvadrat çıxılsın 3. Deməli, buna hasilin törəməsi kimi baxılır. Yəni 3x vurulsun. Kökdə 1 çıxılsın x kvadrat.
Hasilin törəməsində əvvəlcə 3x'in törəməsi vurulsun, kökdə 1 çıxılsın x kvadrat, üstəgə 3x vurulsun, kökdə 1 çıxılsın x kvadratın törəməsi. Çıxılsın 3'ün törəməsi. 3x'in törəməsi 3, kökdə 1 çıxılsın x kvadrat olduğu kimi qalır. 3x vurulsun, kökün törəməsi 1 bölünsün 2, kökdə 1 çıxılsın x kvadrat vurulsun. Mürəkkəb funksiya olduğu üçün yenidən kökaltı ifadənin törəməsi tapılır. 3'ün də törəməsi 0. Deməli, 3 kökdə 1 çıxılsın x kvadrat olduğu kimi qalır. Deməli, burada nə alınır? 3x yazalım surətdə. Məxrəcimiz 2, 1 çıxılsın x kvadrat. 1'in törəməsi 0, x kvadratın da törəməsi mənfi də var, mənfi 2x. Burada da bu ikiləri burada ixtisar edək. X da surətə vurulacaq və deməli, ortaq məxrəcə gətirmək lazımdır. 3 kökdə 1 çıxılsın x var, məxrəcinə 1 yazar. Hamısını aydın göstərim sizə. X da vurulur, surətə gedir. Burada mənfi də var. Deməli, kəsilərin ortasında mənfi yazar. Surətimiz də olur 3x kvadrat. Məxrəc, deməli, kökdə 1 çıxılsın x kvadrat. Deməli, 3 kökdə 1 çıxılsın x kvadrat vurulacaq. Kökdə 1 çıxılsın x kvadrata vurulacaq. Olacaq 3 vurulsun. Köklər bir-birinə vurulanda bilirik ki, kök şərəsi gedir. 1 çıxılsın x kvadrat və çıxılsın buradakı surət. Yəni 3x'in kvadrat. Məxrəc 1 çıxılsın x kvadrat kökdə. Surət 3 çıxılsın 3x kvadrat çıxılsın 3x kvadrat. 3 çıxılsın 6x kvadrat. Məxrəcimiz 1 çıxılsın x kvadrat. Və burada da mütəvəzzət aydın çıxarda da bilərdik, amma heç nə verməyəcək bizə. Birinci cavabı da bu formada deməli saxlayıblar. Buna görə də biz də belə saxlayaq. 3 çıxılsın 6x kvadrat, məxrəcimizdə 1 çıxılsın x kvadrat köklə. Bu da bizə verilir D variantında. Keçid alırıq 59-cu suala. F(x) bərabərdir. Kökdə 3 sinus 2x çıxılsın kosinus 2x funksiyasının törəməsinin ən kiçik qiymətini tapın. Əvvəlcə funksiyanın törəməsinə fikir verək. Deməli, kökdə 3 olduğu kimi saxlanılır. Vurulsun sinus 2x'in törəməsi, çıxılsın kosinus 2x'in törəməsi. Kökdə 3, sinus 2x'in törəməsi 2 kosinus 2x'a bərabərdir. Kosinus 2x'in törəməsi mənfi 2 sinus. Deməli, 2x'a bərabərdir. Bu da bizə verir 2 kökdə 3 kosinus 2x üstə gəl 2 sinus 2x. Bu funksiyanın bizdən ən kiçik qiymətini soruşur. Belə bir qaydamız var idi. A sinus x üstə gəl B kosinus x şəklində olan funksiyalarda ən kiçik qiymət kökdə A kvadrat üstə gəl B kvadrata bərabərdir. Deməli, mənfi kök altında 2 kökdə 3'ün kvadratı üstə gəl 2'nin kvadratı. Deməli, A əmsalı, B əmsalı. A əmsalı bizdə 2 kökdə 3'dür, B əmsalı da 2'ye bərabərdir. Bu da bərabərdir. Mənfi kökdə 2 kökdə 3'ün kvadratı bizə 12 verir, 2'nin kvadratı 4 verir. Bu da olur mənfi kökdə 16, bu da bizə verir mənfi 4 Y variant. Keçid alıyoruz 60. suala. F(x) bərabərdir. 4'te 1 x kvadrat üstə gəl 6x'in kvadratı. Bu funksiya üçün eşitlik 1'i tapın. Burada eşitlik x bərabərdir. 4'te 1 bulsun. Mütərizənin kvadratına biz baxaq qüvvət funksiyasının törəməsi kimi 2 vurulsun.
X kvadrat üstə gəl 6x. Qüvvət üstü bir vahid azalır. 2 çıxılsın 1. Yəni 1 olur. Vurulsun mürəkkəb funksiya olduğu üçün x kvadrat üstə gəl 6x-in törəməsi. Deməli, bu da 4-dən 2 içər gedir, qaldı 2-də 1. X kvadratın törəməsi 2x, daha doğrusu bu da törəmə deyildir. Üstündə 1 yazmışam burada. Yəni 1 yazılmamalıdır əslində. Peşə salmaq üçün yazmışsa x kvadrat üstə gəl 6x. Vurulsun x kvadratın törəməsi 2x, 6x'ın da törəməsi 6. Bizdən f' 1'i soruşur. Heç burada yani sadeleşme aparmayaq. Elə f' 1 bərabərdir. 2'də 1 vurulsun. 1'in kvadratı üstə gəl 6 vurulsun 1. Vurulsun 1 üstə gəl 6. Bu da bizə verir 2'də 1. 1 üstə gəl 6 7. 2 üstə gəl 6 8. 2 və 8'e gelirsə 4. 7'de 4'e vurulur. 28 C variantı. 61'e bakalım. Fx beraberdir. 2x kvadrat üstə gəl 3x. Qüvvət üstüdür. F' mənfi 1'i tapın. Əvvəlcə F' x-ə baxaq. Funksiyanın bölünməsini alaq. Qüvvət funksiyasıdır. Qüvvəti 4. 4 yazılır. 2x kvadrat üstə gəl 3x. Qüvvət üstü 4 çıxılsın 1. Yəni 3 vurulsun. Mürəkkəb funksiya olduğu üçün yenidən 2x kvadrat üstə gəl 3x'ın törəməsinə baxılır. 4 vurulsun 2x kvadrat üstə gəl 3x. Mütərizə üzərində 3. 2x kvadratın törəməsi 2 vurulsun 2x. Yəni 4x. 3x'ın törəməsi 3. Bizdən f' mənfi 1'i soruşur. F' mənfi 1 yəni hard x1 yerinə mənfi 1 yazmalıyıq. 2 vurulsun mənfi 1'in kvadratı üstə gəl 3 vurulsun mənfi 1. 4 vurulsun mənfi 1 üstə gəl 3. 4 vurulsun mənfi 1'in kvadratı 1 vuruldu 2'ye 2 çıxılsın 3 kubu. Burada da mənfi 4 üstə gəl 3. Deməli mənfi 1'in kubu vurulsun mənfi 1. Bu da olur 4 vurulsun mənfi 1'in kubu mənfi 1 vurulsun mənfi 1. Bu da bizə verir 4 bir variant. 62'ye baxırıq. Fx beraberdir. X'ın kubu ln kvadrat x üstə gəl 3. F' yerini tapın. Əvvəlcə f' x'i tapaq. Deməli, x kub vurulsun ln kvadrat x. Yəni buna biz hasilin törəməsi kimi baxmalıyıq. X kubun törəməsi vurulsun ln kvadrat x üstə gəl. X kub vurulsun ln kvadrat x'ın törəməsi. Üstə gəl 3'ün törəməsi. X kubun törəməsi 3x kvadrat vurulsun ln kvadrat x. Üstə gəl x kub vurulsun ln kvadrat x'ın törəməsinə yenə də qüvvət funksiyası kimi baxmalıyıq. 2 ln x vurulsun bir də ln x'ın törəməsi. 3'ün törəməsi də 0. Deməli 3x kvadrat ln kvadrat x üstə gəl x kub vurulsun 2 ln x. Ln x'ın da törəməsi olur 1 bölünsün x. F' yerini soruşur bizdən. Gətirib deməli x'ların yerinə biz y yaza bilərik burada. Deməli 3 y'nin kvadratı ln kvadrat y. Y'nin kubu 2 ln y 1 bölünsün y. Ln y ne deməkdir? Ümumiyyətlə ln nə deməkdir? Loqaritma y əsasında y. Bu da bərabərdir 1'ə. Deməli ln y 1'ə bərabərdir. Ln y 1'ə bərabərdir. 1'in kvadratı da 1 qalır buradan 3y kvadrat. Üstə gəl y'nin kubu vurulsun. Ln y 1'ə bərabərdir. 2 1 bölünsün y. Burada da y'lər belə ixtisar gedir. Qalır 3y kvadrat üstə gəl 2y kvadrat. Bu da bize verir 5y kvadrat. Doğru cevabımız olur D variantı.
Geçelim. 63. suala. X beraberdir y oldukta y beraberdir x kvadrat ln kvadrat x çıxılsın 2 funksiyasının törəməsinin qiymətini hesablayın. Deməli, y eşitdir bərabərdir. Yenə də x kvadratın törəməsi vurulsun ln kvadrat x. İşte gəl x kvadrat vurulsun ln kvadrat x'in törəməsi çıxılsın 2'nin törəməsi. 2x vurulsun ln kvadrat x kvadrat vurulsun ln kvadrat x'in törəməsi. 2 ln x vurulsun ln x'in törəməsi. 2'nin də törəməsi 0. Bu da olur 2x ln kvadrat x kvadrat karşısında da 2 var olsun 2x kvadrat ln x vurulsun 1 bölünsün x. Ve x'in yerine y yazılır. 2y ln kvadrat y 2y kvadrat ln y 1 bölünsün y. Ln y'ler 1'e beraberdir. Bu da olur 2y üste gel 2y kvadrat 1 bölünsün y. Bunlar da burada gelir. Olur 2y üste gel 2y yani 4y. 63'te cevabımız olur y variantı. 64'e bakalım. Fx beraberdir. Kosinüs üstü 4 3x çıxılsın. Sinüs üstü 4 3x. Biz əvvəlcə bu ifadəni sadələşdirək. Deməli, iki ifadənin kvadratları fərqi ilə açaq. Kosinüs kvadrat 3x çıxılsın. Sinüs kvadrat 3x. Kosinüs kvadrat 3x üstə gəl. Sinüs kvadrat 3x. Bilirik ki kosinüs kvadrat 3x üstə gəl sinüs kvadrat 3x bizə 1 verir. Qalır kosinüs kvadrat 3x çıxılsın. Sinüs kvadrat 3x. Bu da bizə düstur verir. İki qat argument düsturlarına aiddir. Kosinüs 6x'e beraberdir. Ve sonra törəməni tapırıq. F'(x) beraberdir. Kosinüs 6x'in törəməsi. Bu da bize verir mənfi 6 sinüs 6x. Ve x'ı da verip bize pi bölünsün 36 getir yerine yazılır. Mənfi 6 sinüs 6 vurulsun pi bölünsün 36. 6 da burada ixtisar gedir. Qalır mənfi 6 sinüs pi bölünsün 6. Pi bölünsün 6 da 30 derecedir. Mənfi 6 vurulsun sinüs 30 dereceden 2'de 1 alır. Deməli cevabımız olur bizim mənfi 3. Yani A variantı. Keçirik 65. suala. Fx beraberdir. Kosinüs üstü 4 2x çıxılsın. Sinüs üstü 4 2x. Yine de sadeleştirerek kosinüs kvadrat 2x çıxılsın. Sinüs kvadrat 2x. Kosinüs kvadrat 2x üste gel. Sinüs kvadrat 2x. Verir ki bu bize 1 verir. Bu da düsturdu. Kosinüs 4x. İki kat argument düsturuna aittir. Ve f'(x'i tapak. Kosinüs 4x'in törəməsi. Bu da bize verir. Mənfi 4 sinüs 4x. X'ın da qiymətini neçə vermişti bize? Pi bölünsün 24. Getir yerine yazırıq. Mənfi 4 sinüs 4 vurulsun pi bölünsün 24. Bu da olur. Mənfi 4 sinüs pi bölünsün 6. Olur. Mənfi 4 vurulsun 2'de 1. Yani mənfi 2. Bugünlük bu kadar uşaqlar. Tezliklə izahların davamı gələcək. Sağ olun. Görüşənə qədər.